Bir fermerə ağ at hədiyyə edirlər. Qonşusu gəlib deyir ki, ay sən nə bəxtəvər adamsın ha, nə yaxşıdır. Fermer qayıdır deyir ki, ola bilər. Ardınca bu at qaçır. Yenə də qonşu gəlir, deyir ki, vay vay nə pis haldır. Fermer deyir ki, ola bilər. Bir neçə gün at qayıdır, özü ilə bərabər bir neçə vəhşi at gətirir. Qonşu gəlib deyir ki, ay nə bəxtəvər adamsan sən. Fermer deyir ki, ola bilər. Sonra fermerin oğlu bu vəhşi atlardan birinə minir. Onu çaparkən vəhşi at oğlanı öz üzərindən yerə çırpır. Bir neçə əzası sınır. Qonşu gəlib deyir ki, vay vay nə bədbəxt adamsan sən. Fermer qayıdır deyir ki, ola bilər. Ardınca döyüş başlayır. Səfərbərlik elan edirlər. Lakin bu fermerin oğlu yataqda olduğu üçün ona toxunmurlar. Qonşu yenə də deyir, səndə bir bəxt var ki, fermer deyir, ola bilər. Burada nə nəticə əldə etdik? Yəni insanlar zahirə əsasən nəyin yaxşı, nəyin pis olduğunu deyirlər. Bəqərə surəsinin 216-cı ayəsində deyilir. Çox vaxt bir şey xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir. Və çox vaxt bir şey xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.